Bugün oyunumuzu çəkirik qaranlıqda. Görə nə yeyəcək? Attım. Peçeni yeyir qardaş. Çok maraqlıdır. Bizim bu avara kirpimiz qəşəng peçeni yeyir. Zəhmət olmasa like atın. Bəzi insanların videosuna like atırsınız giz-giz şeylərə. Ama belə şeyləri atmırsınız qardaş. Valla biraz like atın, baxın böyle güzel videolara. Oyunumuza baxın. Görürsünüz qəşəng gəlib acıb çombul avara yeməyə gəlib. Görürsünüz qəşəng peçeni yeyir qardaş. Ama peçeni tapmır. Peçeni yeyir. Gördüğünüz özü qalxıb ha. Deyəsiz şeydir, özü qalxıb gəlib bura biləsiz. Sonra deməyin ki mən gətirmişəm. Özü qalxır bura acanda yeyir və çıxır gedir. Qardaş, mən başım çıxmır bundan mən. Hardan gəldi çıxdı canımıza, ancaq avaracıqdan başqa heç nə baza. Ancaq yeyir, köf eləyir. Ona necə xırtda da yeyir. Hə, Johnny. Camaat sənə baxır, hey bala. Nə yeyirsən orada? Başını da oxalayanda çox bax. Cüy belə səslər çıxardır. Sifətinə bax. Bir gözünə də yazığın nəsə olub, ürəyim ağrır. Bu da məndən istifadə edir. Lom yerinə qoyur, bütün günü peçenləri yeyir, hər şeydir. Gözünə nəsə olub yazığın. Ona bax. Ona. İndi bu peçeni yedi, gecə gəzməyəcək də fırlanmayacaq. İşimiz var da, bunun əlindən bezmişik də. Bu çox şirindir. Heyvan da olsa şirindir, çox istəyirəm bunu. Özümdən çox istəyirəm bunu. Ona sifətlə bax. Zəhmət olmasa like atın, abunə olun, belə gözəl kirpimizə baxın. Öyrənin belə şeyləri. Heyvanlara biraz ümumiyyətlə baxmaq lazımdır, yazıqdılar. Da belə götürüb giz-giz adamlar var, götürüb kəsirlər, yeyirlər, olmaz. Yazıqdır, heyvandır. Nəsə, abunə olun, like atın, sağ olun, var olun. Allah hamının köməyi olsun.